qardaş niyə böyük hərflə yazılıb ki burada? Həsən, bura gəl deyə bağırmazlar. Bağırırsa burada bir emosiya olmalıdır, qışqırtı olmalıdır. Burada fikir verin, bu dırnaq işarələri, bu vergül vasitəsiz nitqlə bağlı deyil. Amma bir dəfəni mükəmməl formada öyrənmək lazımdır ki, belə bir şey yazaq. Gəlirsən deyə soruşdu. Bu vergül vasitəsiz nitqdə durğu işarələri. Biz qayda izahlarını çox publik şəkildə paylaşmırıq, amma bu mövzu çox tez-tez soruşulan mövzulardan biridir. Həm də ki, miqra sertifikasiya imtahanlarında demək olar ki, hər il bu mövzudan sual düşür. Buraxılış imtahanlarında da uzun fasilədən sonra bu il vasitəsiz nitqlə bağlı sual düşmüşdür. Bir çox tələbələrin və şagirdlərin fikrincə bu mövzu bir qədər sıxıcı, darıxdırıcı və çətin mövzudur. Amma mən belə düşünmürəm. Bu mövzu o mövzulardandır ki, bir dəfə öyrəndinizsə daha yaddan çıxmır. Həmişəlik yadda qalır. Özdəki riyaziyyat kimidir, konkretdir. Yəni bir öyrəndin, biləndən sonra düşünmürsən ki, görəsən nə ola bilər burada, necə ola bilər. Rahat mövzudur. Amma bir dəfəni mükəmməl formada öyrənmək lazımdır ki, imtahanda səhv eləməyəsiniz. Deməli, vasitəsiz nitqdə durğu işarələri mövzusu bağlıdır. Təbii ki, vasitəsiz nitqlə və müəllifin sözləri ilə. Vasitəsiz nitq bilirik ki, vasitəli nitqdən fərqli olaraq hər yerdə gələ bilir, əvvəldə, ortada, sonda. Deməli, birinci sxemimiz, ən rahat sxemimiz, müəllifin sözlərin əvvəl gəldiyi, vasitəsiz nitqin sonra gəldiyi nümunədir. Qoşa nöqtə və vasitəsiz nitq. Durğu işarələri bu formada olur. Müəllifin sözlərindən sonra qoşa nöqtə, dırnaq açıq, vasitəsiz nitq, dırnağı bağlayırıq, nöqtəni də çöldə qoyuruq. Nümunəyə baxaq. Müəllim dedi, işə başlamaq işin yarısını görməyə bərabərdir. Müəllim dedi, müəllifin sözləri, işə başlamaq işin yarısını görməyə bərabərdir. Vasitəsiz nitq, dırnaqdan sonra da nöqtə. İkinci sxemimiz belədir. Vasitəsiz nitq əvvəldə gəlir, amma bu dəfə qoşa nöqtə yox arada. Baxın, burada qoşa nöqtə qoyulurdu. Burada vasitəsiz nitqdə ən çox yanaşı istifadə olunan iki durğu işarəsi var. Vergül tiri, onlardan istifadə edilir. Burada da vasitəsiz nitq dırnaq içində vergül tirini qoyuruq, sonra da müəllifin sözləri nöqtə. Nümunəyə baxaq. Vətənə xidmət ən böyük şərəfdir. Vasitəsiz nitq, dırnağı bağlayırıq, vergül tiri deyərək ata övladına nəsihət verdi. Növbəti sxem. Vasitəsiz nitq müəllifin sözlərinin arasındadır. Bu elə bayaqki sxemin, baxın, bu sxemin qarşısına bir dənə müəllifin sözü artırılmış versiyasıdır. Bir dənə bunu qoşa nöqtə artırırıq qabağına, olur yeni bir sxem. Yəni, əvvəldə də müəllifin sözləri gələcək, axırda da. Ortada isə vasitəsiz nitq. Nümunəyə baxaq. Erich Maria Remark Zəfər Tağı əsərində, burada fikir verin, bu dırnaq işarələri, bu vergül vasitəsiz nitqlə bağlı deyil. Onların bu sxemdə işi yoxdur, çünki onlar başqa səbəbdən oradadır. Bu əsərin adının dırnaq işarəsidir. Bu vergül isə budaq şübhənin baş şübhənin arasında işlənən vergül işarəsidir. Onların bu vasitəsiz nitqlə bağlı durğu işarələrinin aidiyyəti yoxdur. Deməli, nə deyir Remark? Zəfər Tağı əsərində xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik yazmışdır. Deməli, bu dırnağın içində olan hissə vasitəsiz nitqdir, əvvəlki və sonraki hissələr isə müəllifinin sözləridir. Növbəti sxem isə belə olacaq. V. Burada artıq bayaqdan əksinə olaraq müəllifin sözləri vasitəsiz nitqin içindədir. Və bir dənə də burada hal var. Vasitəsiz nitq hər iki tərəfdə var deyə dırnağı burada açıb, burada bağlayıb, burada açıb, burada bağlamır. Bir dəfə əvvəldə açılır, vasitəsiz nitq başlayanda, bir dəfə də sonunda bağlanır. Ona görə də məcburi olaraq müəllifin sözləri də qalır dırnaqların içərisində. Yəni, belə bir halda mümkündür. Baxaq, ədalət büt bulduzu kimi yerində dayanar, demişdir Konfutsi. Qalan hər şey onun ətrafında dönər. Demişdir Konfutsi, müəllifin sözləridir, qalanlar vasitəsiz nitqdir.
dırnaq işarələrində fikir veririk. Vergül tire, vergül tire. Növbəti sxem isə belədir. M-V. Əslində bu 5-ci sxem dediyimizi istədiyiniz qədər uzada bilərsiniz süni sürətdə. Burada bir dənə M-V artırarsınız, əvvəldə bir dənə V artırarsınız. Yəni bunun adı sadəcə növbələşmədir. Burada bir nümunə verilir, bu başqa cür ola bilər. Məsələn, V-M belə ola bilərdi. Və onu da deyim ki, yəni təkrar edeyim ki, süni sürətdə biraz artırmaq olur. Yəni normalda həyatda biz belə cümlələr çox qurmuruq. M-V. Amma yenə də nəzəri olaraq mümkündür bu hal və suallarda da qarşımıza çıxa bilər. Necə bir nümunə qurmaq olar? Məsələn, Əli, vətən vasitəsiz nitq deyə düşündü müəllifin sözləri. İnsan ürəyində başlayır vasitəsiz nitq. Durmuş ərəbdə fikir verin. Müəllifin sözlərindən sonra qoşma nöqtə, dırnağı açdıq, vergül tireni qoyduq, dırnağı bağladıq, nöqtəni qoyduq. Bunlar əsas sxemlərdir. Amma bu işin hələ belə deyək, 4də biridir. Növbəti məsələlər də var. Növbəti məsələlər bu işarələrin nöqtədir, sualdır, 3 nöqtədir, nidadır. Bunların dırnağın harasında qoyulması məsələsidir. Baxın, göz yaddaşı ilə də yadda saxlayın. Nöqtə dırnaqdan çöldə qoyulur. 3 nöqtə içəridə qoyulur. Sual içəridə qoyulur. Nida işarəsi içəridə qoyulur. Və bunlar həm də vergül məsələsində də təsir edir. Burada nəyə diqqət etmək lazımdır? Biz bayaq dedik ki, bu hallarda ən çox istifadə olunan, yanaşı istifadə olunan vergül tire var. Amma əgər bu halda dırnağın içində nida işarəsi, sual işarəsi, 3 nöqtə varsa, onda biz burada vergül tire yox, təkcə tire qoyuruq. Bu nida işarəsinə də aiddir, suala da aiddir, 3 nöqtəyə də aiddir. Məsələn, baxın, belə bir şey yazaq. Gəlirsən deyə soruşdu. Bu vergül, əgər sual işarəsi olmasaydı, burada olacaqdı. Məsələn, gəl deyə qışqırdı. Amma gəlirsən deyə çağırdı. Elə bir ki, bu sual gəldi deyə bu vergül gedir. Bu zaman sadəcə tire qoyulur, vergül tire yox. Bunda da diqqətli olmaq lazımdır. Yaxşı. Növbəti məsələ dialoqlar. Dialoqlarda bilirik ki, artıq o vasitəsiz nitq dırnaq işarəsindən başlamır. Yuxarıda, məsələn, müəllifin sözləri qoşa nöqtə, aşağıda tire, sonra yenə də varsa müəllifin sözləri tire bu formada gedir. Məsələn, qəfildən soruşdu, qoşa nöqtə, tireni qoyuruq. Hə, tire daha bu, onu da deyim. Bəzən diqqət eləmirlər tələbələr, deyirlər ki, defis demək olar, və yaxud da defisə tire deyirlər. Defislə tirenin fərqini dəfələrlə demişik. Defis bir sözün içində qoyulur, mürəkkəb sözün tərkib hissələri arasında, hecalanma zamanı, sətirdən sətirə keçirilərkən. Tire isə bir sözün içində qoyulmur. Əlavə ilə aid olduğu üzv arasında qoyulur, bu cür dialoqlarda qoyulur, bayaq ki, vasitəsiz nitqli sxemlərdə qoyulur. Sonra obrazlı formada mübtəda xəbərin, obrazlı formada olan mübtəda xəbərin arasında qoyula bilər və yaxud da məkanın zamanının başlanğıcı, son arasında qoyula bilər. Çox da onun vericiləri. Buradakı tiredi həm də tire, onu da xatırladaq, durğu işarəsidir. Deyəndə ki, durğu işarələrinin hansılar buraxılmışdır, defisi seçmirik, defis durğu işarəsi deyil. Deməli, belə bir nümunə göstərə bilərik. Başqa mı? Müəllim soruşdu. Baxın, burada yenə də dırnaq işarəsi ilə bağlı məsələyə toxunmuşuq. Bəzən belə sual düşə bilər ki, nəzəri suallardan. Əgər vasitəsiz nitqli cümlələr dialoqlar formasındadırsa, həmin cümlədə dırnaq işarəsindən istifadə oluna bilər. Bəzən çox fikirləşmədən deyirik ki, yox, orada olmaz, çünki tire qoyulur təkcə. Amma oluna bilər başqa səbəbdən. Məsələn, baxın, dırnaq içində yazılmalıdır, əsərin adı Yalquzaq əsəridir.
Müəllim soruşdu, bugün nə oxumusan? Murad dedi, Yalquzaq əsərini. Deməli, burada biz dırnaq işarəsini qoymalıyıq. Yox, əgər bu dialoq formasında olmasaydı, onda məsələn dedi, qısaca yazının Yalquzaq əsərini. Bax, burada dırnaq işarəsi necə olmalıdır? Yalquzaq əsərini. Dırnaq işarəsi ilə bağlı maraqlı bir məqam var, ona da toxunaq, yeri gəlmişkən. Baxın, bu əsərin adı dırnaq içində yazılmalıdır. Həmçinin vasitəsiz nitq başladığına görə orada da dırnaq işarəsi qoymalıyıq. Əgər iki dənə dırnaq işarəsi yanaşı işlənməyə məcburdirsə, işlənməlidirsə, biz heç vaxt iki dənə dırnaq işarəsi qoya bilmərik. Belə şey yoxdur. Birini qoyuruq, amma bu tərəfdə lazım ona bağlayırıq, bunu da bağlayırıq. Yəni, tək sayda da ola bilər dırnaq işarəsi. Düşünməyin ki, həmişə cüt olur. Bir dəfə açdım, bir dəfə bağladım. Bu halda ola bilər. Yəni, burada iki dənə əvəzində bir dənə qoyuruq, çünki belə bir qayda yoxdur ki, mən belə qoyurum. Bu həm vasitəsiz nitqin əvvəlindəki dırnaq işarəsidir, həm də əsərin adının dırnaq işarəsidir. Bağladım əsərin adının dırnaq işarəsini, burada da qoyuram vasitəsiz nitqin dırnağını. Deməli, belə bir halda mümkündür. Sonra, keçək növbəti məsələyə. Çox vəsaitdə yer almayan, çox adamın ümumiyyətlə toxunmadığı bir məsələdir. Bu sxemin virgül tire versiyası məşhurdur. Amma nöqtə tire versiyası da var. Nöqtə tire versiyası necə ola bilər? Yəni, ki, həm məntiqlə də tapmaq olar. Bu v ilə bu v arasında əlaqə olmamalıdır. Məsələn, mən desəm ki, Elxan deyə qışqırdı. Gəl. Bu Elxan gəl bir cümlədir. Mən orada nöqtə tire qoya bilmirəm, virgül tire qoyuram. Amma bu v'ların ifadə etdiyi cümlələr başqa cümlələrdirsə, o zaman virgül tire yox, nöqtə tire qoymalıyıq. Nümunə ilə baxaq, daha aydın olsun. Təbrik edirəm, böyük iş gördün. Birinci v. Deyib üzünü səmaya tərəf qaldırdı, göyə tərəf. Yəni, kiçik hərflə yazılırsan o. Deyəsən, bugün də yağış yağmayacaq. Bu artıq başqa bir fikirdir. Yəni, sənin hansısa bir işlə bağlı təbrik edirəmsə, bunun yağan yağışla bir əlaqəsi yoxdur. Təbrik edirəm, böyük iş gördün və özü nöqtə burada qoyulur. Ha, onu da fikir verin, burada yox. Burada virgül tirini qoyuruq, müəllifin sözlərini yazırıq, burada qoyulur nöqtə. Nöqtə tire. Deyəsən, bugün də yağış yağmayacaq. Baxın, belə bir halda mümkündür. Nöqtə tire məsələsi, bunda da diqqətli olmaq lazımdır. İndi gələk praktik məsələlərə. Necə suallar düşə bilər? Durğu şairlərlə bağlı iki tip sual düşür. Bir, cümlədə buraxılmış durğu şairlərini müəyyən edin. İki, cümlədə vasitəsiz nitqlə bağlı buraxılmış durğu şairlərini müəyyən edin. Məsələn, belə bir cümlə verilir bizə. Əli dedi, Həsən, tez bura gəl. Burada hansı durğu şairləri buraxılmışdır, ona baxaq əvvəlcə. Əli dedidən sonra qoşma nöqtə qoyuruq. Sonra dırnağı açırıq. Həsəndən sonra virgül qoyuruq. Tez bura gəl, dırnağı bağlayırıq. Nə buraxılır? Qoşma nöqtə, dırnaq, virgül, dırnaq. Amma bizdən soruşsa ki, bu cümlədə vasitəsiz nitqlə bağlı buraxılmış durğu şairləri hansılardır? Ona biz bu virgülü saymayacaq. Çünki bu xitabın virgülüdür. Vasitəsiz nitqlə bağlı deyil. Deməli, birinci halda biz seçirik qoşma nöqtə, dırnaq, virgül, dırnaq. Amma sırf vasitəsiz nitqlə bağlı durğu şairləri soruşursa, onda deyir ki, qoşma nöqtə, dırnaq, dırnaq. Bunu saymırıq. Bax, bu da yəni bildiyiniz bir mövzuda belə çaşıb səhv götürəcəyiniz, artıq götürəcəyiniz bir nüans ola bilər. Ona görə diqqətli olmaq lazımdır. Amma təbii ki, imtahanda belə cümlə düşmür də, Həsən tez bura gəlir. Bu, o nümunəni başa düşmək üçündür, anlamaq üçün olan bir şeydir. İmtahanda daha çətin formada düşür. O,
Belə bir gülməli şey var. Riyaziyyatdan müəllimin dediyi 5 üstə gəl 2 bərabərdir 7. İmtahanda gəldi bir də sual düşür ki, şagird deyir ki, niyə bir dənə də rəqəm yoxdur sualda? Riyaziyyat sualda amma bir dənə də rəqəm yoxdur. Hamısı limit, faktorial, belə şeylər soruşur. Deməli, burada da bizə necə düşə bilər? Bir qədər çətin formada. Baxaq. Əli birdən Həsən tez bura gəl deyə bağırdı. Özüm intonasiyanı elə qoyuram ki, yəni durğu şəhərləri yoxdur, ona görə. Burada birinci, bu bağırdı sözünə fikir vermək lazımdır. Bağırdı. Adam bağırırsa, deməli burada nida işarəsi lazımdır. Biz nida işarəsi haqqında demişdik ki, istənilən bir cümləni nida cümləsinə çevirmək olar. Baxır situasiyaya. Yəni, hətta ən adi bir cümlə götürək, yəni Azərbaycan müəllimlərinin ağlına gələn ilk feil var da, ikinci şəxsin təkində. Gəl, məsələn, gəl. Bu da elə bir situasiya ola bilər ki, kimsə əsəblə və yaxud da hansısa bir emosiyalarla qışqırır ki, gəl, nida işarəsi qoya bilərəm. İndi, dediyim kimi, situasiya olaraq hər bir cümlə nida cümləsi ola bilər. Biz bunu yazda necə görürük? Nida işarəsinin olub-olmaması ilə. Amma bizə belə bir adi cümlə verirsə, sonunda nə olmalıdır? Biz deyirik ki, bilmiyorum, nida da ola bilər, nöqtə də ola bilər, vəziyyətə görə sual da ola bilər, 3 nöqtə də ola bilər. Amma burada adam bağırırsa, heç kəs, Həsən, buraya gəl, deyə bağırmaz da. Bağırırsa burada bir emosiya olmalıdır, qışqırtı olmalıdır. Burada nida işarəsi olmalıdır, yəni. Baxın, birinci onu tapmaq lazımdır. Nida. Niyə bundan başladıq? Bayaq dediyim məsələ. Nida, sual, 3 nöqtə olanda vergül tire yox, tire olur. İndi adi qayda gedək. Əli birdən qoşun nöqtəni qoyduq. Dırnağı açdıq. Həsən, vergül qoyduq. Tez bura gəl. Dırnağı bağlayırıq. Da vergül tire yox, tire qoyduq burada. Deyə bağırdı. Bu qədər durğu şəhəsi buraxılıb burada. Nə buraxılıb? Qoşun nöqtə, dırnaq, vergül, nida, dırnaq, tire. Nöqtəsi də yerindədir, ona işimiz yoxdur. Amma desək ki, burada vasitəsiz nitqlə bağlı buraxılmış durğu şairələri hansı vardı? Orada artıq diqqətli olmalıyıq. Bu vergül gedir. Bundan işimiz yoxdur, bu məlum məsələdir. Əsas sual budur ki, bu nida gedir yoxsa getmir? Bunu götürək yoxsa götürməyək? Nida, sual. Bunlar baxmayaraq ki, vasitəsiz nitqli cümlənin sxemində göstərilir. Məsələn, bu xitabın vergülündən, ara sözü vergülündən fərqli olaraq göstərilir. Bunun sxemi belədir. Bunu, qoşun nöqtə, bu. Amma bu vasitəsiz nitqlə bağlı durğu işarəsi deyil. Çünki bu nida işarəsi vasitəsiz nitqin hesabına bura gəlmir. Bu cümlənin özünün intonasiyasından asılı olaraq orada var. Yəni, xitabın vergülü, modal sözün vergülü, başqa durğu işarələri, həmcinsi vergülü, ümləşdirici sözün qoşun nöqtəsi, tiresi kimi bu sual işarəsi, nida işarəsi, bunlar da vasitəsiz nitqlə bağlı durğu işarələri deyil. Və burada biz baxmayaraq ki, vergül tire qoymadıq, nida qoyduq, tire qoyduq. Deyin ki, mən onda nidanı saymayam, vergül tire götürürüm. Yox, birinci cümləni göstərdik, necə olmalıdır. Sonra vasitəsiz nitqlə bağlı durğu işarələrini seçirik. Baxın, bu, buradan yazılır, qoşun nöqtə. Bu vergülü saymadım. Tez bura gəl, nidanı saymadım. Dırnağı burada açmışdıq. Burada bağlayırıq, bir dənə də tire qoyuruq. Başqa bir şey bırakılmıyor burada. Yəni, bu vergülə bu nidanı saymasaq, vasitəsiz nitqlə bağlı durğu işarələrini sayanda belə olur. Qoşun nöqtə, dırnaq, tire. Bunda çox diqqətli olmaq lazımdır. Vasitəsiz nitqlə bağlı buraxılmış durğu işarələrinin, nümunələrinin ən çətini məncə budur. Növbəti məsələ. Durğu işarələrinin buraxıldığı hansı cümlədə vasitəsiz nitqin sərhədi dəqiq bilinmir. İki cür düşünülmə məsələsi var burada. Nədir bu məsələ? Bir, burada əli sözü və
burada qardaşdır. Tək fərq budur da, düzdürmü? Burada əli, burada qardaş. Sual belədir ki, duruş əllərinin buraxıldığı hansı cümlədə vasitəsiz nitqin sərhədi dəqiq bilinmir? Videonu saxlayıb özünüz də müəyyənləşdirə bilərsiniz. 50-50 ehtimal var da, ya bildi ya ki. Və biz də izahı da verək ki, video tam olsun. Deməli, biz bayaq dedik ki, vasitəsiz nitq cümlənin harasında gəlirsə gəlsin, birinci dəfə başlayandan böyük hərflə başlamalıdır. Müəllifin sözü üçün isə belə bir qayda yoxdur. Yəni, o xüsusi isim deyilsə, müəllifin sözünün əvvəli. Müəllifin sözü yalnız əvvəldə gəlir böyük hərflə başlayır, ortada gəlirsə, axırda gəlirsə kiçik hərflə başlayır. Bu qaydanı bilərək, bu sualın cavabını tapa bilərik. Birinci cümləni iki cür düşünmək olar. Bir, dırnağı burada açıram. Kimsə deyir ki, cümlədə yoxdur. O, kim? Kimsə. Həsən, Əli, gəlin deyə çağırdı. Adamın çağırdıqları kimdir? Həsənlə Əli. Bir də ola bilər ki, bu çağıran Həsəndir. Yuxarıdan yazıram. Həsən, qoşu nöqtəni qoyuram, dırnağı açıram. Əli, gəlin deyə çağırdı. Əliyə deyə bilər ki, Əli, gəlin. Həm bir nəfər çağıra bilər, hörmət mənasında, həm də ki, yanındakiləri da topla gəl deməkdir. Gəlin. Deməli, birinci cümlədə bilinmir vasitəsiz nitqin sərhədi. Deyə bilərsiniz ki, ikidə də həmin şeydir. Burada məsələ odur ki, qardaş sözü ümumi isimdir. Ümumi isimdirsə, bu müəllifin sözlərinin, daha doğrusu vasitəsiz nitqin içində ola bilməz. Yəni, birinci cümlədəki kimi belə eləsək, Həsən, qardaş, gəlin. İki nəfər çağırıram da mən. Həsən, qardaş, gəlin. Onda belə bir sual ortaya çıxır ki, bu qardaş niyə böyük hərflə yazılıb ki burada? Ümumi isimdir də, xüsusi deyil axı. Deməli, burada yalnız bir versiya mümkündür. Həsən, dırnağı açıram. Qardaş, gəlin deyə çağırdı. Belə olar. Bir dənə versiya mümkündür. Ona görə də cavabımız olacaq birinci cümlə. Və duruş hallərlə bağlı başqa məsələlər də düşə bilər. Təbii ki, təkcə vasitəsiz nitqdə yox. Başqa məsələlər nədir? O, bu əvəzliyindən sonra vergül məsələsi, həmcinslərin vergülü, ümumiləşdirici sözün qoşa nöqtəsi, tiresi, bir sözlərin qabağında vergül gəlməlidir, yoxsa tire gəlməlidir. Yəni, həmcins üzvlərdən sonra gələn yekunlaşdırıcı sözdür, yoxsa cümlələri ümumiləşdirmək üçün işlənən yekunlaşdırıcı sözdür. Yəni, çoxdur. Duruş hallərlə bağlı məsələlər çoxdur. Onların hamısını bir videoda danışıb izah etmək olmaz. Yəqin ki, onlar haqqında da yeri gəldikcə qısa-qısa videolar çəkib paylaşarıq. Uğurlar hər birinizə imtahanda. Sağ olun.